Texniki Universitetdə süni intellekt və biotibbi innovasiyalar üzrə Azərbaycan-Almaniya strateji tərəfdaşlıq forumu çərçivəsində qurulan laboratoriyanın açılışı olub. Laboratoriya ölkə başçısının süni intellekt strategiyası çərçivəsində müəyyən edilən prioritet hədəflərə uyğun olaraq beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil olunub. Məqsəd Almaniya ilə Azərbaycan arasında biotib mühəndislik sahəsində strateji əməkdaşlığı gücləndirmək, səhiyyə sahəsində insult xəstələrinin müalicəsində qabaqcıl texnologiyaların ölkəmizdə elmi əsaslarla tətbiqinə təkan verməkdir. Laboratoriyada qan damar sistemində trombların yeni texnoloji sistemlər vasitəsilə aradan qaldırılması üsulları master-klass vasitəsilə təqdim olunub. Yeni nailiyyət təkcə milli səhiyyəmiz üçün deyil, həmçinin beynəlxalq səviyyədə elmi innovasiyalara və müasir tibbin inkişafına mühüm töhfə kimi qiymətləndirilib. Bugün gördüyünüz model isə tədqiqatlarda məhz orada da gələcəkdə süni intellekti tətbiq edəcəyik ki, məsələn, bizim əməliyyatlarda istifadə etdiyimiz materialların artıq süni intellekt nəticəsində daha öncədən seçilməsi və ölçülərinin əməliyyat edən cərrah üçün daha optimal deməli təkliflərlə süni intellektin nəticələrini bizlə bölüşməsi, bu kimi tədqiqatları da biz laboratoriyamızda aparacağıq.